Salam, hər vaxtınız xeyir olsun əziz şahidlərimiz. 2026-cı ildə monitorinq imtahanına uyğun olaraq tərtib olunmuş yeni çərçivə sənədinin əsasında hazırlanan riyaziyyat suallarının izahlarına baxırıq. Deməli, ilk sualımız belədir. Deməli, birinci sualda rasim üstə eyni qayda ilə hazırlanan 8 şirniyyatın hər birinin qiyməti 70 qəpik olmaqla satdı deyir. Rasim üstə bu satışdan neçə manat pul qazandı? Deməli, şəkillərdə göründüyü kimi 8 eyni görüntüdə olan şirniyyatın hər biri 70 qəpikdir. Ümumi məbləği hesablayanda sayını hər birinin məbləğinə vurmaq lazımdır. Yəni 8-i 70-ə vuruq 560 qəpik. 560 qəpiyi manata çevirsək 5 manat 60 qəpik, yəni cavab D variantı. 9-a bölünmə zamanı alına bilən qalıqların cəmini tapın deyir. Yadda saxlayaq ki, n-ə bölünmə zamanı alına bilən qalıqların cəmi n vur n-1 böl 2 düsturu ilə hesablanır. Bizim doğru cavabımız 9 vur 9 minus 1 böl 2. 9 8-ə vursaq 72, 2-yə bölsək 36, yəni D variantı. Üçüncü sualda əköb 24-25. Deməli, 24 ilə 25 ardıcıl gələn natural ədədlər olduğuna görə qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əköbü hasilləridir. Yəni, cavabımız 600-dür. 16 ilə 18 ardıcıl gələn cüt natural ədədlərdir. Bunların əbubu hər zaman 2-yə bərabərdir. Cavabları toplasaq, doğru cavabımız 602, yəni C variantı. Növbəti sualda belədir ki, Toğrul müəllim 6-cı sinif şagirdlərinin valideynlərinin təhsil pillələrini aşağıdakı cədvəldə tərtib etdi. Suallara baxaq. 6B sinifinin ali təhsilli valideynlərinin sayı neçə nəfərdir? 6B sinifində ali təhsilli valideynlərin sayı gördüyümüz kimi 6 nəfərdir, yəni cavabımız D variantı. 6-cı siniflərdə təhsil alan valideynlərin neçəsi tam orta təhsillidir? Yəni, ümumi cəmini tapmaq lazımdır. 27 ilə 23-cün cəmini tapsaq 50-dir. 36 ilə 25-in cəmi 61, toplasaq 111, yəni D variantı. Növbəti sual, Rami müəllim cədvələ əsasını təyin etdi ki, 6D sinifində olan ali təhsilli valideynlərin sayı, 6D'də olan, deməli, ali təhsilli valideynlərin sayı 15, qeyd edək. Növbəti, digər bütün siniflərdə olan ali təhsilli valideynlərin sayının digərlərinə baxsaq, bunları artıq toplamalıyıq. 13, 6, 11 toplasaq 30 edir. 30. Valideynlərin sayının 50%-dir. 50%-in olmasını tapmaq üçün bölərək 100-ə vurmaq lazım. Doğrunun cavab 50% edir. Bizə lazım olan nədir? Rami müəllim haqlıdırmı deyə sual verir. Bəli, haqlıdır. Əsaslandırmamız isə birinci ifadəmizin qiyməti 15-dir. İkinci ifadəmizin qiyməti 30-dur. Bu doğru hissələrin cavabıdır. Və əlavə olaraq faizi tapmaq üçün də dediyimiz kimi bölərək 100%-ə vurmaq lazımdır. Cavabımız 50% adlanır, daha doğrusu alınır və nəticə etibarilə fikir də haqlı fikirdir. Növbəti sualımız, düzbucaqlı üçbucaqda iti bucaqlardan biri 18 dərəcədir və bu düzbucaqlı üçbucağın iti bucaqlarının nisbəti hansı cavabda doğru göstərilib? Əgər biri 18 dərəcədirsə, ikincinin qiymətini tapmaq üçün 90-dan çıxmaq lazımdır. 90 minus 18, cavab 72 dərəcə. Nisbəti tapmaq üçün 18-i 72-yə bölək. Hər ikisini 18-ə ixtisar aparsaq, doğru cavabımız 1 böl 4, yəni A variantı. Növbəti sualda tənasübünə əsasən x-in qiymətini tapın. Biz bilirik ki, tənasübdə məhsul tapmaq üçün kənar və orta ədədlərin hasillərini bərabər etməliyik. 4x-i 18-ə vursaq 72x. 6-nı 1-ə vursaq 6. X-in qiymətini tapsaq 6-nı 72-yə bölürük. 6-ya ixtisar aparsaq, doğru cavabımız 1 böl 12, yəni B variantı olur. Növbəti sualda ifadənin qiymətini hesablayın deyir. Mötəriz daxilində 0.2-ni 8-ə vururuq, 1.6. Üzərinə 0.4 gəlsə 2. 2-nin kubu minus 5-i hesablasaq, 8-dən 5 çıxırıq, doğru cavabımız 3, yəni C variantı. Kater çayın axını ilə sürəti 24 km/saat, çayın axma sürəti 5 km/saatdır. Axın ilə dediyinə görə toplayırıq. Yəni, mən katerin sürəti ilə çayın sürətini toplamalıyım, cavabı 24 olmalıdır. Çayın sürətini bizə 5 verib. Buradan x-in qiymətini tapsam 19. Axına qarşı sürətini tapın deyir. O zaman 19-dan axına qarşı olduqda
çıxırıq, 19-dan 5-i çıxırıq, doğru cavabımız 14, yəni B variantı. 11-ci sualda kəsirlərdən neçəsi bərabərdir? Gəlin diqqət edək. Birinci kəsirdə hər birini sürət məxrəci 8-ə bölsək 3/1 alınır. İkincidə 2-yə bölsək 11-də 2 alınır. Üçüncüdə 6-ya bölsək 3/1 alınır. Növbəti 3-də 2-dir, yəni tam ixtisar olunmuş kəsirdir. Və bunların bərabərliyinə baxsaq, görək ki, 2 dənə bərabər olan kəsir var. Yəni B variantı. Mötərizələr açaraq ifadəni sadələşdirin. Nə edirik? 4-ü A-ya vursaq 4A, 4-ü 5-ə vursaq 20. Sonra ikinci mötərizənin daxilində sadələşdirmə aparaq. 4 plus 7A. Burada mötərizə açanda 4 plus 7A minus 5A olur. 7A-dan 5-ə açsaq, bu ikisinin fərqi 2A olacaq. 2-ni 4 plus A-ya vursaq, olacaq, deməli, minus 8, minus 4A. Burada 4A-ları sadələşdirsək, islah eləsək 0, 7 qalan ifadələri toplasaq, doğru cavabımız -28. Növbəti şəkildə 2 dama 1 cm-dir. Fiqurun sahəsini tapmaq lazımdır. Yəni, diqqət edək, A-dan C-yə qədər neçə dama var? 2 dama, 4 dama, 8, daha doğrusu 6, 8, 10, 12. 12 damanı 2-yə bölsək 6 cm. Gəlin, diqqət edək hündürlüyə. Çünki bizə hündürlük lazımdır. Hündürlüyün qiymətini taparkən 2 dama, 4 dama, 6 dama və 7 dama. 7 damanı 2-yə bölsək 3/5. Deməli, bu da 3/5. Hündürlüyü 3/5 alınır. Üçbucağın sahəsini tapmaq üçün bir-birinə vuraraq 2-yə bölmək lazımdır. Doğru cavabımız 10/5. Növbəti sualda, deməli, 11A və 11B siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanında 280 baldan yuxarı nəticə göstərən şagirdlərin nəticələri sütunlu diaqramda göstərilir. Bizə verilən sualların cavabını tapmaq lazımdır. Diaqrama əsasən məktəb üzrə ən yüksək nəticə toplayan şagird hansıdır? Gəlin, diqqət edək. Birinci diaqramda ən yüksək nəticə toplayan Fəqandır, ikinci diaqramda Xaliqdir. Fəqanın nəticəsi 292, Xaliqin nəticəsi 291. Deməli, hər ikisinə uyğun müqayisədə doğru cavab Fəqan, yəni D variantı. Aydının nəticəsi Gülayın nəticəsindən neçə bal azdır? Diqqət edək Aydının nəticəsinə 285. Gülayın nəticəsinə diqqət edək 288. 288-dən 285-i çıxsaq, doğru cavabımız 3 alınır. B variantı. 16. 11B sinifinin 280 baldan yuxarı nəticəsi olan şagirdlərin orta bal neçədir? Qısaca ədəd ortanı tapmaq lazımdır. Edəcəyimiz nədir? 11B-də 280-dən yuxarı. 11B-yə diqqət edək. İkinci. Deməli, 11B-nin siyahısı Pünhan, Anar, Gülay və Xaliq. Yəni, bunları toplamaq lazımdır. 281, 284, 288 və 291. Bunları toplayırıq. Deməli, toplasaq, doğru cavabımız nə alınır? Hesablayaq. 281 üzərinə əlavə edirik. 284 sonra 288 və 291. Alınan nəticəmiz 1144. Və ədəd orta tapmaq üçün sayına bölmək lazımdır. Tapdığımız cavabı bölürük sayına, yəni 4-ə. Doğru cavabımız 286. Cavabımız 286. Əsaslandırma hissəsi isə toplayaraq sayına bölmək lazımdır ki, cavab alınsın. Və hesablanma hissəsində ayrıca qeyd etmək olar. Bunların hər birinin cəmini, yəni 281, üzərinə əlavə etsən 280. Deməli, diqqət edək, 4 plus 288 və 291 bölünsün 4 bərabər 286-ya. Sonra növbəti
tənliyini həll edin deyir. Gəlin tənliyi həll etmək üçün birinci mənfi 7 hissəsini sağa keçirək. Olacaq 5 vurulsun x plus 6 bərabər. 7 ilə 8-in cəmi 25. 25-i 5-ə bölürəm. X plus 6 olur 5-ə bərabər. X-in qiyməti isə olacaq 5 minus 6, yəni mənfi 1 B variantı. Fərqi 40 dərəcə olan qonşu bucaqların. Deməli, alfa ilə betanı fərqini götürsək, daha doğrusu beta ilə alfanın fərqini götürsək, cavab 40 dərəcədir. Qoşu bucaqlar olduğuna görə bunların cəmi 180 dərəcədir. Belə olduğu halda böyük bucağı taparkən 180 ilə 40-ı toplayıb 2-yə bölmək lazımdır. 210 dərəcə. Əgər bizə kiçik bucaq desəydi, o zaman 180-dən 40-ı çıxaraq 2-yə böləcəkdim və doğru cavabı tapacaqdım. Düz bucaqlı paralelepipedin eni 4. Eni 4-ə bərabərdir. Uzunluğu 7, hündürlüyü 10. Deməli, olarsa səthinin sahəsini tapın. Səthinin sahəsini tapmaq üçün nə etmək lazımdır? Düsturumuzu yadımıza salırıq. 2 vurulsun AB plus AC plus BC qaydası vardı. Deməli, 4-ü bir dəfə 7-yə vuracam, 28, üzərinə əlavə edəcəm, 4-ü 10-a vuracam, 40, 7-ni 10-a vuracam, 70. Və bunları toplasam, 40 ilə 70-in cəmi 110, üzərinə 28 desəm, 138, 2-yə vursam, 276. Yəni, A variantı deməli. Keçək növbəti suala. Tərəfin uzunluğu 2 və 7 olan bərabər yanlı üçbucağın perimetrini tapın. Bərabər yanlı üçbucaqda 2 qayda olacaq. İki tərəf bərabər olduğuna görə ya 2, 2, 7 olmalıdır. Bax, bu üçbucaq varmı? Bu üçbucaqda iki tərəfin cəmi, yəni ikilərin cəmi 7-dən böyük olmalıydı, amma kiçikdir. Ona görə belə üçbucaq yoxdur deyirik və keçirik digərinə. Bu dəfə fərz edək ki, 7, 7, 2-dir. Bu zaman şərt ödənir. O zaman perimetrini axtarsaq, toplayarıq. Üçünün cəmini doğru cavab 16. Oturacağın radiusu 8 qeyd edək. Radiusun qiyməti 8 və hündürlüyü isə 2,5. Belə olduğu halda həcmini tapmaq lazımdır. Silindirin həcm düsturu pi r kvadrat, pi-nin qiyməti 3 verir. Radius 8 kvadrat 64. Bir də hündürlüyə vurmalıyıq 2,5. Hasilini tapsaq, doğru cavabımız 480. Yəni C variantı. Növbəti sualda ifadənin qiymətini tapmaq lazımdır. Yəni qeyd edək, 5 vurulsun, mənfi 1,2, üzərinə əlavə edirik 2,4, çıxılsın 1. Mənfi 1,2 üstə 2,4-ə əlavə etsək 1,2 alınır, 5-ə vursaq 6 alınır, 6-dan 1 çıxsaq, doğru cavabımız 5. Yəni D variantı. Verilmiş ədədlər ardıcıllığının medianını tapın. Mediana yadda saxlayaq ki, bəzən statistik ortada deyilir və qeyd olunur. Əvvəlcə bu ifadə artan və yaxud azalan sırayla ədədləri yazmaq lazımdır. İlk ədədimiz 16-dır. Sonra 22, növbəti 24, 35 və 50. Gördüyünüz kimi bu ardıcıllıqda kənardakı ifadələri tək-tək azaltsaq, doğru cavabımız 24 alınır. 24-cü sualda o x oxuna nəzərən 1 -5 nöqtəsinə simmetrik olan nöqtənin. X oxu dediyinə görə x-i qalır, yəni birinci koordinat olduğu kimi qalır. İkinci isə əksinə çevrilir. Yəni -5 olur müsbət 5. Cəmini tapın deyir. Bu koordinatların, yəni 1 ilə 5-in cəmini tapsaq, doğru cavabımız 6 olur. Növbəti sualda Fatih Zəri bir dəfə adaraq 3 təklif irəli sürür. Hansı təklifin doğru və yaxud yanlış olduğunu müəyyənləşdirin deyir. Doğru və yanlış variantlarını birini seçməklə bildirin. Yəni, diqqət edək. Üst üzə düşən xalın tək ədəd olması mümkün deyil. Biz bilirik ki, zərdə 1-dən 6-ya qədər bütün rəqəmlər iştirak edir. O zaman bunların içərisində tək ədədlər olduğuna görə düşməsi də, yəni üst üzə tək xalın düşməsi mümkündür. Amma bizə qeyd olunur ki, mümkün deyil. O zaman bu yanlış fikirdir. İkinci suala baxaq. Üst üzə düşən xalın 2-dən böyük olması
ən çox ehtimal olunandır. 2-dən böyük xallar 3, 4, 5 və 6-dır. Kiçik xallar isə 1 və 2-dir. Sözsüz ki, 3, 4, 5-in düşmə ehtimalı 1 və 2-nin düşmə ehtimalından daha çoxdur. Yəni, bu doğru yanaşmadır. Üst üzə düşən xalın tək ədəd olması cüt ədəd olmasından daha çox ehtimaldır. Tək ədəd olması üçün 1, 3, 5 olmalıdır. Cüt ədəd olması üçün 2, 4, 6. Deyir ki, daha çox ehtimallıdır. Amma biz görürük ki, hər ikisində say tərkibi bərabərdir. O zaman eyni ehtimallıdır və bizdən daha çox ehtimallı dediyinə görə bu da yanlış fikirdir. Beləliklə, bütün sualların izahlarını yekunlaşdırdıq. Hər birinizə uğurlar deyirik. İnşallah növbəti videoları izləməkdə davam edin. Hər hansısa bir sualınız olarsa, rəy bölməsinə yazmağı unutmayın. Uğurlar olsun.